Sıravi insanlar deyirlər ki, məsələn, bax Allah ədalətlidirsə, biz niyə bu qədər şərlə uğraşırıq? Bu şəri niyə yaratdı? Mahiyyət imtahandır. Hər şey öz ziddi ilə bilinir. Biz bu dünyaya imtahan üçün gəlmişik. İnsanın ali məqsədi Tanrının ona əmanət kimi verdiyi ruhu salamat onun huzuruna qaytarmaqdır. Həmin yolda onun sədaqəti necə yoxlamaq lazımdır? İblislə. İblis səni yoldan çıxardır. Sınaq olmayacaq. Bəli, o həyat çox maraqsız olar. Yəni təsəvvür edin, cənnət çox darıxdırıcı bir yerdir yəqin ki. Dramaturgiya yoxdur yəni. Bədii ədəbiyyat da belədir. Mən bura gətirmək Varlığın esprisi kimi yaranır. Yəni dramaturgiyası olmayan heç nə maraqlı deyil. Heç nə. İslam dini elmdə bir-biri, xeyir işlərdə bir-birinə yarışın deyir. Və bu xeyir işlərdən biri hansıdır? Xeyir işlərdən biri elm öyrənməkdir. Düzdür? Bu xeyir işlərdə yarışa-yarışa 11-ci əsrdə İslam dünyasının alimləri ən yüksək səviyyəyə gəlib çıxdılar. Bu gün o xeyir işlərdən uzaq düşüb deyə və elmlə məşğul olmur deyə, xeyir işləri tam ehkamçılıq üzərində qurub deyə bizim bildiyimiz İslam alimləri də, dırnaqarası İslam alimləri bu gün tamamilə başqa ehkamçılıq üzərində qurublar deyə hər şeyi. Yəni tamamilə geriyə düşmüşük. Cavan bir oğlanam, gəlirəm şəhərə, görürəm ki, fırıldaqçılıqla, dələduzluqla daha rahat pul qazanmaq olar. Nəinki oxuyan adamların vəziyyəti çox çətindir, yaşaya bilmirlər filan. Artıq mənim içimdə şər tərəf başlayır funksionallaşmağa. Belə deyə, rüşvətxor bir məmur var, daha yaxşı yaşayır, nəinki təmiz bir müəllim. Məsələn, rüşvət alan müəllimin bahalı maşını var, nəinki vicdanlı bir müəllimin. Bəzən Tanrı da onların tərəfində olur. Amma məsələn, Quran deyir ki, o Qarun obrazıdır. Qarun obrazıdır və axırda batacaq. Ona görə biraz İndi o hər insan Quranın o hikmətini gözləmək səbrini nümayiş elətdirmir də. Adamlar deyir ömür keçicidir. Hamı da Allaha cənnətə, cəhənnəmə inanmır. Yaşamaq istəyir insanlar. Salam amin izləyiciləri. Bugün maraqlı bir fəlsəfi ruhani mövzunu müzakirə edəcəyik qonaqlarımızla xeyir və şər haqqında. Həm ədəbiyyatda, həm ruhaniyyatda bu mövzu mərkəzi mövzulardan biridir. Qonaqlarımız isə sevilən yazıçımız Şərif Ağayar və İlahiyyat İnstitutunun müəllimi, tarixçi, fəlsəfə doktoru tarix üzrə Rəşad Mustafadır. Xoş gəlmisiniz. Xoş gəlmisiniz olsun. Birinci Şərif müəllim sizdən başlayacağam. Ədəbiyyatda xeyir və şər mövzusu həmişə mərkəzdə olub. İstər Nizamidən tutmuş, Şekspirdən tutmuş, Tolstoy, Dostoyevskiyə qədər ədəbi dramanı məhz bu mövzunun üzərində yığırdılar ki, xeyir nədir, şər nədir, hansı səadətə aparır, hansı fəlakətə aparır. Siz bu mövzunu necə görürsünüz bir yazar kimi? Siz qısa da olsa elə xülasəni verdiniz. Yəni mövzu təkcə xeyir və şər olmaqdan ibarət deyil yəni. Biz tamamilə başqa mövzudan yazanda da, xüsusən klassikləri, o dramaturgiyanın məhz mənfi müsbət qütblərdə qurulduğunu görürük. Yəni belə deyək də, Məcnun Leylini istəyir, mütləq bir mərdimazar çıxıb bu işi pozmalıdır ki, əsər başlasın. Təsəvvür edin ki, Leylini ilə birinci elçilikdə verirlər Məcnuna və məsələ bitir, əsər də yazılmayacaq. Yəni əks qütblər mütləq olmalıdır, mane olan olmalıdır. Yəni orada yazıq Nofəl də günahkar deyildi ki. O hətta istəyirdi düzəltsin, alınmadı da, istəyirdi düzəltsin. Yəni bu dramaturgiya olmalıdır və axıracan getməlidir. Xeyirlə şərin mübarizəsi, gecə ilə gündüzün, yaxşı ilə yamanın və bizim folklor yaddaşında sarı aşığa belə yaxşını verməyən adamın adı Yamandır. Deməli, yaxşı adlı xanımın yaman adlı bir qardaşı var. Yəni, biri xeyri təcəssüm elətdirir, biri yaman təcəssüm. Şey deyəcəkdim, İbn Səlam verirlər. Yox, Nofəl istəyir vəziyyəti düzəltsin. O da düzəltməyə çalışır, amma ki, İbn Səlam da günahkar deyil. Yox, əlbəttə o ailə qurmaq istəyir. Hətta Leylini başa düşür o. Sonra Leyli onun üstünə ağlayanda, Füzulinin variantında, Nizamidə biraz fərqlidir, orada şillə zad vurur İbn Səlama. Deməli, yaxşının yaman qardaşı olub. Görürsünüzmü? Burada da əks qütblər var. İşıq gələn itirən. İşıq gələn məncə biraz da İslamdan gəlir. Görüntüdə bir şeytanilik var. Həm də bu allada bilər insanı. Çünki ulduzu ev sanıb gedib aza bilərsən. Ancaq səs gələn yerdə o assosiasiya olunur, mənə elə gəlir. İndi ilahiyyatçılar yaxşı bilər. Vəhlə assosiasiya olunur. Çünki dinləmək. Aşıq Ələsgəri də oxuyanda deyir, qulaq ver.
Və təsadüfi deyil ki, bizdə qulaq asmaq sözü həm də eşitmək, əməl eləmək anlamında işlənir. Deyir, mənə qulaq asdı. Ümumiyyətlə bizim insanlarımızın belə bir şeyi də var. Qaranlıq olan kimi başlayırdıq mahnı oxumağa, səs salmağa ki. Səs. Mənim o cür bir hekayəm də var ki, qorxudan mahnı oxuyur. Adam hazır, bəli. O var, o inanc da var. Yəni belə obrazlı desək, Məhəmməd Peyğəmbər Tanrıya qulaq asdı. Sözün hər iki mənasında. Həm onun sözlərini eşitdi, həm ona əməl elədi. Yəni bu mənada görüntü ilə eşitmək arasında Aşıq Ələsgər deyir, haqqının haqqı axtaran hakim tapar qulaqla göz arasında. Yenə paradoks qoyur, yəni seçim qoyur, görüntü və yəni bu ədəbiyyatın canıdır, özəyidir və ümumilikdə yazıcı özü etiraf eləməsə belə ədəbiyyatda özünü xeyir qüvvənin təmsilçisi sayır və ətrafda baş verən mənfiliklərə, naqisliklərə qarşı özünün bir daxili etirazını bildirir. Yazmaq bu ehtiyacdan yaranır. Ümumiyyətlə yazmağın ilahi nüvəsi ixtilafdan başlayır. Yəni xeyir tərəfdə dayanıb şər hesab olunan tərəfə nəsə demək, onu ifşa eləmək, yaxud onu Nizami kimi tərbiyələndirməyə cəhd eləmək. Artıq Nizaminin özündə isə birbaşa bu mövzudur. Yəni xeyir və şər nədir xeyir? Danışan tərəfin, əsərin artıq mövzusudur. Çin gözəlinin danışdığı əhvalatdır. O 1001 gecənin təsiri ilə Nizami 7 gözəldə hər dəfə 7 gözəlin hər dəfə biri əhvalat danışır. Çin qızının danışdığı əhvalatdır. Yəni onlar padşahın qızını xilas eləmək üçün səfərə gedirlər, xeyir və şər. O yolda susuyur və suya qarşılıq onun gözlərinin işığını istəyir və istəyəndən sonra onu vermir, suyu da ona vermir. Dəhşətli burasıdır. Yəni indi mövzumuz davam elədikcə mən danışacağam. Bu yəni geniş və dərin bir mövzudur. Yəni belə baxaq, ticarət qurur da. Ticarət ləyaqətlə qurmur da. Yəni əslində verməlisən də, gözünün didəsini aldın, bir içim su verdi, heç olmasa vermədən gedir. Ölümünə tərk eləyir yəni. İslamda xeyir və şər nədir? Yaxşı insan nədir? Pis insan nədir? Nə düşünürsünüz? Şərif müəllimin dediyi söz mənə xüsusilə bu işıq gələn, itirən tərəf məsələsi mənə həqiqətən çox biraz titrətdi, təsir elədi. Quran-Kərimdə belə bir şey var, Bəqərə 206-da. Sizin şər bildiyiniz şey xeyir, xeyir bildiyiniz şeydə şər ola bilər. Ümid edilər ki, nəticə götürərsiniz. Yəni həqiqətən də İslam tarixində çox belə şeylər var ki, əvvəlcədən qərar verməyin, tələsməyin. Eyni zamanda da ola bilər ki, siz işıq gələn tərəfdə xeyir tapa bilərsiniz, amma bəlkə də nəticəsi şərdir. Ola bilər ki, siz itirən tərəfdə şər görmüş ola bilərsiniz, amma nəticəsi xeyirdir. Belə şeylər biz xeyir və şər məsələlərində əsasən İslam dinində xeyli belə deyək miqdarda hədis deyək də İslam tarixi mənbələrində sizin ən xeyirliniz, sizin ən şərliniz deyə başlayan Məhəmməd Peyğəmbərin kəlamları vardır və bunların 90%-nin hardasa biz ictimai məsələlərlə bağlı olduğunu, əlaqədar olduğunu biz görürük. İctimai münasibətlərlə əlaqədar olduğunu görürük. Bunlar nələrdir? Məsəl üçün deyir, sizin ən xeyirliniz qonşunuza xeyirli olandır. Sizin ən xeyirliniz elm öyrənən, elmi öyrədəndir. Qurani Kərim, o dövrdə Qurani Kərim, yəni yazıları öyrədəndir. O dövr əlbəttə ki, bilirsiniz ki, ərəb cəmiyyəti biraz elmin çox az yayıldığı bölgədir. Sizin ən xeyirliniz, məsəl üçün, ata-anasına xeyirli olandır, ata-anasına itaət eləyəndir. Və yaxud sizin ən şərliniz, bu məsələ mənə həddindən artıq günümüzə də mənə elə gəlir ki, çox uyğun olan məsələdir. Dini dünyasına satandır. Yəni, dini dəyərləri dünya mənfəəti xeyrinə istifadə eləyənlərdir, məsəl üçün. Şər məsələlər, bu haqda o qədər belə şeylər var ki, bu mənada biz xeyir və şər perspektivini həm ictimai münasibətlərdən dəyərləndirə bilərik, həm də insanın şəxsi münasibətləri perspektivindən dəyərləndirə bilərik. Belə ki, xeyirdə əlbəttə ki, bunun lüğəvi mənası var, bir də biz bunun bilirik ki, ruhani mənada mənası var. Xeyir bizim xoşumuza gələn, hamı tərəfindən qəbul edilən xoş şeylər, bir də şər də heç kimin qəbul eləmədiyi, əxlaqi nöqteyi nəzərdən qəbul edilməyən şeylər var. Deyir, ən xeyirliniz o adamdır ki, bu insandan heç kim zərər gəlməz deyə hamı tərəfindən qəbul edilir. Ən şərliniz odur ki, Məhəmməd Peyğəmbər deyir ki, bu adamdan heç bir xeyir gəlməz deyirlər. Burada da görürsünüz, yenə də cəmiyyət tərəfindən bu məsələyə necə yanaşılır, o ön sıradadır, o ön perspektivdədir. Məsəl üçün, mən sizə bir şey deyim ki, xırda bir
belə deyək, məsələ çıxım ki, Azərbaycan tarixində çox böyük bizim bir hökmdarımız var, Məhəmməd Cahan Pəhləvan. Xəlifə ilə münasibətdə deyir ki, xəlifənin Atabəylər hökmdarı, Atabəy Məhəmməd Cahan Pəhləvan 1175-1186-cı illərdə hakimiyyətdə olub. Deyir ki, xəlifənin ən xeyirlisi odur ki, oturub deyir ibadətlə məşğul olsun. Əgər dini liderdirsə, dünya işlərini isə bizə buraxsın deyir. Dünya işləri ilə qoy biz məşğul olaq. Yəni xəlifə o dövrdə o qədər qarışırmış ki, Səlcuqlu Atabəy münasibətlərini, dövlət işlərini o qədər qarışdırırmış ki, deyir qardaş, sən dini işlərdə, əgər sənin bir dini statusun varsa, otur ibadətlərinlə məşğul ol. Başqa işə məşğul olma. Lao Tzu üslubunda deyir, imperatorun ən yaxşısı odur ki, onu özü görünmür, işləri görünür. Ən xeyirlisi odur ki, ümumiyyətlə deyir dünya işlərinə qarışmasın. Otur deyir dini işlərindən deyir məşğul ol. Yəni bu nədir? Dini dünyaya mənfəət etmək. Bunun da əsaslandığı özünün fikri. Əlbəttə ki, bir türk dövlət ənənəsi vardır burada. Bundan əlavə eyni zamanda Məhəmməd peyğəmbərin dini dünya işlərinə alət eləmək şər işləri olaraq görüldüyü üçün, madam ki, sən bu dinin təmsilçisisən, şər işlərdə məşğul olma. Əlbəttə ki, günümüzdə də məsəl üçün biz görürük ki, müəyyən markalaşmalar var da, adam öz markasını satmaq əvəzinə götürür, dinin markasını satır. Üstünə ad qoyub tutaq ki, nə bilim, Kəbə kalbasaları deyək ki, nə bilim, Məkkə nə bilim, sosiskaları zadı. Sən burada dinivi satırsan, düzdür? Keyfiyyətini satmırsan insanlarla. Nəzarət olmalıdır. Bəli, əlbəttə ki, bu əlbəttə ki, əmtə nişanlarına icazə vermək. Şər əməldir. Yəni sən xeyri görmədin, şər əməl oldu. İnsanların dini məsələdə istismar eləmək əlbəttə ki, şərli əməldir. Xeyirli əməl indi elmi məsələlərə yanışanda mən bundan daha yaxşı, xeyirdə yarışmaq nə deməkdir? Onu da biz Şərif müəllimdən sonra davam elətdirərik. Siz dinin tarixini gözəl bilirsiniz də. Dinin tarixinə balaca belə indi ağlıma gəldi, nəzər salsaq. Əvvəl xeyirlə şər bir tanrı obrazında cəmləşmişdi. Məsələn, Zevsin həm şər işləri var idi, həm müsbət işləri var idi və Yezdilikdə də o qədim dinlərdən biridir də. Orada şər və xeyir bir tanrıda cəmlənmişdi. Sonra Zərdüştlükdə gəldi, gördünüz, iki qardaş oldu. Əhrimənd və Hörmüz. Ancaq bərabər hüquqluydular. Ancaq səmavi dinlər gələndə, təkallahlılıq gələndə şərin funksiyasını azaldıb onu iblisə doğru itələdilər. Hətta iblis belə birbaşa şərə qulluq etmir də, bilirsiniz, ona tanrının verdiyi müəyyən icazə çərçivəsində o hərəkət edir. Yəni səmavi dinlərin özü belə şər tərəfə çox ehtiyatla yanaşır. Ancaq onun çox güclü olduğunu etiraf edir. Yəni bir məsələ də var ki, şər olmasaydı dünya çox maraqsız olardı. Eynən. Məsələn, Tanrının qurduğu bir süjet təsəvvür eləyək, lap elə İslamın özünün dediyi də deyir ki, insanı neynirdin? O deyir ki, cavabı belədir. Yəni tərcümədə təhrif eləyə bilərəm, yəni ayəni birbaşa demirəm, təbii məzmununu deyirəm. Deyir ki, mən gizli xəzinə idim, bilinmək istədim. İstədim məni dəyərləndirən o hədisdədir. Özümdən kənarda bir, məncə Quranda da var, sual verir. Kənarda insanı yaratdım, bəs şeytan nə üçün yaratdım? Mənə sadiq olanları imtihan eləmək üçün. Deməli, şər xeyrin mərkəzi olan, başlanğıcı olan Tanrının özünə belə necəsə lazım olub. Bu ümumiyyətlə Leibnizin belə bir anlayışı var, teodiseya anlayışı. Orada Tanrının doğruldulması məsələsini qoyur ki, əgər Allah ədalətlidirsə, şər onun nəyinə lazım olub? Siz o məsələyə girdiniz əslində. Bu əqidəvi məsələdir. Tanrının ehtiyacı yoxdur. O sadəcə insanı sınamaq üçün. Amma məsələn, sıravi insanlar deyirlər ki, məsələn, bax, Allah ədalətlidirsə, biz niyə bu qədər şərlə uğraşırıq? Bu şəri niyə yaratdı? Mahiyyət imtahandır. Hər şey öz ziddi ilə bilir. Biz bu dünyaya imtihan üçün gəlmişik. İnsanın ali məqsədi Tanrının ona əmanət kimi verdiyi ruhu salamat onun huzuruna qaytarmaqdır. O həmin yolda onun sədaqəti necə yoxlamaq lazımdır? İblislə. İblis səni yoldan çıxardır. Sınaq olmayacaq. Bəli, o həyat çox maraqsız olar. Yəni təsəvvür edin, cənnət çox darıxdırıcı bir yerdir yəqin ki. Dramaturgiya yoxdur yəni. Bədii ədəbiyyat da belədir. Mən bura gətirmək istəyirəm. Varlığın esprisi kimi yaranır. Yəni dramaturgiyası olmayan heç nə maraqlı deyil. Heç nə. Adi məsələn ailədə oturursan, nəsə bir zarafat, kimisə cırnatmaq, bir əks qütb yaratmaq, kənddə belə münaqişə olmasa, hamı belə nə bilim qurt quzu ilə otdasa çox maraqsız olur həyat. Eyni zamanda bədii əsərlər və səmavi kitablar. Çox doğrudur. Məsəl üçün Zərdüştlükdə biz bilirik xeyir və şər tanrıları və yaxud Ahura Məzda
və anqraman, bəli, əhərmən. Amma İslam buna biraz dualist inanclar deyir də və yaxud yin-yan belə bu şeylər var, biraz fərqlidir. Əslində də dualizm yoxdur. Yəni əslində indi müasir yanaşmaya görə ümumiyyətlə dualizm deyil, o fərqli bir yanaşmadır O deyirlər. qısqanclıqdan yaranan bir şərdir, paxıllıqdan bir Biz indi çox dərinə getməmişik, amma belə oxumuşuq ki, biri şəri təmsil edən tanrıdır, biri Bəli. əhərməndir. Yəni- Hətta qardaş olduğunu mən oxumuşam. Bəli. Uzun müddət elə Yer bu aldı. dualizm kimi verir, amma Bəlkə Calvino deyən kimi elə bir yerdədir onlar ikisi də. Sadəcə məcazlar kimi ayırıblar. Mən indi ona gələcəm. Italo Calvino'nun məşhur bir əsəri var, xeyir və şərlə bağlı. Amma İslamda belədir ki, xüsusilə əməntu var. Əməntu billahi və mələikətihi və kutubihi və rusulihi və xeyri şərrihi və yevmil axiri və xeyrihi və şərrihi minəllahu teala. Yəni ki, inanıram ki, deyir, Allaha, kitablara, rəsuluna, mələklərinə, axirət gününə və xeyrin və şərrin Allahdan olduğuna. Yəni bu nədir? Hər şey öz ziddi ilə bilinər. Hər şey yaxşını bilməkdən ötürü pisi də Allah yaratmalıdır ki, biz onun əlbəttə ki, xeyrini bilək. Qara olmasa ağı bilmərik. Ağ lövhədə ağ markerlə nə yazırsan, yaz, heç kim heç nə oxuya Bir bilməyəcək. məsələn biz gözəl rəsm əsərlərini bilirik də. Orada İsa'nın gözəl görünməsindən ötürü Yahudada o qıraqda o bilinməlidir. Yəni orada o çəkilməlidir, rəsm Rəssamlıqda kölgə ağ rəng yoxdur ümumiyyətlə. Bəli, eyni Planetdə ağ rəng yoxdur. Ağ rəng bütün rənglərin ifadəsidir. ifadəsi. Yəni ağın görünməsi üçün hamısı birləşsin. qaranlıq mütləq, heç bir rəngin olmadığı qara da lazımdır mütləq. Yəni müəyyən şeylərdə O kombinasiyadadır rənglər. eyni. Ağ bütün rənglər, qara heç bir rəng. Ortadakı kombinasiyadır rənglər. Yəni şər Bax, şəri də belə şey deyirlər. Nə fil ki, məsəl üçün, şər əslində xeyrin yoxluğudur. Əgər xeyr işıqdırsa, Bəli. şər onda xeyrin yoxluğudur. Özünün substansiyası yoxdur. Siz buna inanırsınız? Yəni mən bu mənadakı şər olmasaydı xeyir olmazdı ifadəsində yox, sadəcə necə şər var ki, biz xeyrin də mənasını bilək. Yəni şər olmasa xeyri də biz dərk eləməzdik. Məsəl üçün necə o gözlərin götürülməsi, suyun alınması, elə Nizaminin özü böyük bir hikmətdir də. Biz yəqin ki, xeyrin qədrini başa düşək deyə şəri də görməliyik bir-birindən. Ağı qaradan ayırd eləmək sözü deyirlər bizdə. Yəqin ki, bu qara olmalıdır ki, ağı qaradan ayırd eləyə bilək mənasına. Mütləq şəkildə. Bundan ötürü əlbəttə ki, Allah ədalətsizdir ifadəsini, əksinə Allah çox ədalətlidir ki, biz ağı qaradan ayırd eləyə bildik. Bunu dərk eləməkdən ötürü. Çünki hər dəfə bizə gəlirdi o ifadələr. Hələ də düşünmürsünüzmü? Hələ də dərk eləmirsinizmi? Bu əslində bizə dərk eləməkdən ötürü böyük bir belə deyək, imkanlar verir, bəli. Düşünən insanlar üçün bu O Calvino'nu istəyirəm sizdən. Demək, Calvino'nun Calvino bilirsiniz, İtalya Calvino, o magik realist İtalyan yazıcısıdır. Fantastik də sayanlar var. O nəhəng Umberto Eco'nun müəllimi olub. Eko daha məşhurdur bizdə, ancaq elə bilirəm ədəbiyyatçılar arasında Calvino da xeyli məşhurdur. Onun 7 gözəl haqqında çox unikal bir essesi var. Nizamini dünyada, məsələn, Dante, Goethe, Shakespeare falan o səviyyədə təqdim edən bir essedir və mənə görə etməlidir. Ancaq təəccüblü nədir? Calvino'nun Nizamini bu cür gözəl tanıması. Və 7 gözəldən bəhs eləyib, onun özünün də ikiyə bölünmüş Vicomte romanı var. Mən oxumuşam o romanı. Vicomte bilirsiniz də orada bir sirkdir, barona qədər kontlar, Vicomtelar bəli. Onlar ixtiyar sahibləridir də, Ruslarda qraf, knyaz falan olan kimi. Bu özdə türklərlə müharibədə çox maraqlıdır. Türklərlə müharibədə özdə çox maraqlıdır, top qəlpəsi deyib. Yəni Avropalılar adətən Osmanlılar topları qərbdən alırdılar da. Çox maraqlıdır bunun əsərində türklər top atır, Vicomte ikiyə bölünür düz ortadan və bunun bir tərəfini həkimlər sağaldırlar, bir tərəfi itir, o adamın şər tərəfi qayıdır öz, belə deyək, elinə obasına. Hardakı bu Vicomte'dur. Və orada başlayır çox pis əməllər törətməyə. Pis işlər görür, vergiləri artırır, bu cəmiyyətin əxlaq qaydalarına zidd davranışlar eləyir. Və hamı da bununla razılaşır ki, bunun türklər demiş kötü yanı qayıdıb da, bu şər tərəfi qayıdıb bunun. Sonra məlum olur ki, bunun xeyir tərəfi də sağdır, ölməyib. Və bunlar qayıdırlar, bir nəfərin iki tərəfi bir-biri ilə duelə çıxır. Vuruşmağa çıxırlar və elə olur ki, ikisi də qılınc çalır, bunlar ayrılan yerdən ikisi də yaralanır. Sonra bunları həkimlər birləşdirirlər və adam birləşir, olur normal insan.
Mənfisi ilə və müsbəti ilə normal Mif kimi bir əsərdir. Bəli, bəli. Bu yəni yazıçı burada nə demək istəyir? Yazıçı demək istəyir ki, əslində bizim klassiklər də onu deyir. Füzulidən tutmuş Nəsimidən Seyid Əzimə qədər, eyni zamanda aşıq şeirlərimizdə də bu var. Yəni ən böyük xeyir də, ən böyük şər də əslində insanın öz içindədir. Hansı funksionallaşırsa, insan o davranışı göstərir. Ona görə polifonik əsərlər yaranma ehtiyacı yarandı ədəbiyyatda, polifonik obrazlar. Bu nə deməkdir? Bu birmənalı mənfi yoxdur. Birmənalı müsbət yoxdur. Bax, indi görürsünüz, Nizamidə sərhədlər çox kəskin qoyulur. Bu da bir maraqlıdır. Bu postmodernizmdən sonra bu polifonizm. Yox, postmodernizmdən əvvəldir. Əvvəl. Bəli. Dostoyevskidə məsələn Karamazov qardaşları polifonik əsərin çox unikal nümunəsidir. Bizdə o ziddiyyətli adamlar. Bizdə bunun yaxşı nümunələrini İsa Hüseynov yaratdı. Tütək səs filmində də var, yadınızdadır. Amma orada da xeyir var idi o balaca qardaşın. Var da, var. Həm də tam deyil. Kilsəni təmsil edir. Üç qardaş əslində obrazların ziddiyyəti. Yox, əsas şeydə var. Cinayət və cəzada da var. Məsələn, Raskolnikovun çəkişmələri, öz içində xeyir-şər çəkişmələri. Bizdə İsa Hüseynov yaratdı o obrazları. Məsələn, Qılınc Qurban obrazı. O filmdə biraz müsbətdir, ancaq romanın özündə çox ziddiyyətlidir və Stalinin həm də şər obrazıdır. Eyni zamanda xalqı saxlayan bir ata obrazı var bunun. Tanrıya bənzəyən bir ata obrazı var. Və yaxud Cəbrail obrazı orada. Əslində bu yaxşı bir kişidir, istəyir cəmaət müharibənin vəziyyətindən çıxsın, amma həm də gəlir öz əsgər yoldaşının arvadını alır və həm də deyir biz axı ondan əvvəl bir-biri sevirdik. Yəni bilmirsən nə qiymət verəsən. Və ədəbiyyat gəlib buna çıxdı ki, müasir, bəli, postmodern ədəbiyyatda da artıq, modernist ədəbiyyatda da var artıq, müsbət və mənfi qəhrəmanlar aradan qalxdı. Bu, ədəbiyyatda müəllifin ölümü tendensiyasını gətirib çıxartdı. Yəni, biz məsələn oxuyuruq, son dövrlər romanlarında bir mənalı mənfi obraz görmürük artıq, hətta filmlərdə də. Yaxşıdır. Gözəldir, əslində insan odur. İnsanı qarışdırmırıq mı? İnsan həm də şərdir axı, insanın içində həm də mənfilər var. Sadəcə o düşdüyü mühitdən daha çox faiz... Amma artıq mühakimə yoxdur. Mühakimə var. Müəllif də ölüb. Öz içində, modernizmdə o öz içində gedir bu proses insanın. O ziddiyyətlər... Qırmızı xəttlər yoxdursa, məsələn, Nizamidəki kimi. Kəskin yoxdur da. Yəni, qırmızı xəttləri bəlirləmir. Nümunə götürmür. Məsəl üçün, bu haramdır, bu halaldır. Bu cinayətdir, bu cəzaya birbaşa, məsələn, parfumer obrazı. Yəni, mənfi yanaşa bilmirsən, müsbət də deyil. Salman Rushdinin qəhrəmanları, Orxan Pamukun qəhrəmanları, bizim son dövr yazarları, məsələn, 60-cıların, məsələn, Dante, Anarın qəhrəmanı. Müsbətdir, mənfidirmi? Elçinin hekayələrində, Saday Budaqlı var, gözəl bizim yazıçımızdır, modernist yazıçıdır, ya Afaq Məsudun əsərlərində, bizim öz yazdıqlarımızın bir çoxunda. Yəni, bilirsiniz, qurban var. Əzilən insan var, faciəyə düşal olmuş insan var. Ancaq biraz dərinə gedəndə, bu yaxınlarda bir neçə il, bu yaxınlar deyiləndə Parazitlər filmi yayınlandı. Siz orada gördünüzmü? O hansı klişəni dağıtdı? Sovetin bizim beynimizə yeritdiyi bir klişə var ki, kasıblar həmişə haqlıdır, kasıb insan həmişə müsbətdir. Elə deyil. Bəzən kasıb elə addım atır ki... Bulgakovda da it ürəyində də o klişəni dağıdırdı da. Bulgakov ümumiyyətlə əsərlərində mən dediyim məsələlər mastercəsinə həll olunur. Şarikov elə həmən o proletariatdır. Modernist ədəbiyyatdan artıq başlayaraq, romantizmdən və realizmdən fərqli olaraq o sərhədlər qarışdı. Yəni, birbaşa yazıçılar müsbət, o qədər sadəlöv deyirlər yəni. İnsanın çox rəngarəng varlıq olduğunun fərqindədirlər. Sadəcə nədir? Biz içimizdəki o xeyir tərəfi inkişaf elətdirməliyik, o funksional olmalıdır. Mən məsələn, cavan bir oğlanam, gəlirəm şəhərə, görürəm ki, fırıldaqçılıqla, belə deyək, ona bunu atmaqla, nə bilim, dələduzluqla daha rahat pul qazanmaq olar. Nəinki oxuyan adamların vəziyyəti çox çətindir, yaşaya bilmirlər filan. Artıq mənim içimdə şər tərəf başlayır funksionallaşmağa. Görürəm harada bir, məsələn, belə deyək, rüşvətxor bir məmur var, daha yaxşı yaşayır, nəinki təmiz bir müəllim. Məsələn, rüşvət alan müəllimin bahalı maşını var, nəinki vicdanlı bir müəllimin. Bax, təsəvvür edin, mən sizə deyirəm. Vicdanlı müəllim necə assosiasiya olunur Azərbaycanın qafasında? Kəbiş müəllim. Kasıb, hətta bir kostyumla. Naif. Yəni, biz totalitar cəmiyyətdən çıxdığımıza görə təmiz insanların, yaxşı insanların yaxşı yaşamadığını şahid olmuşuq. Bəlkə bu yazarların özünün əqidəvi problemidir. Məsələn, onlar özləri həqiqətə inanmırlar ki, o da var. Həqiqətə inanmamaq üçün mühitin də rolu var da.
Deyirəm mən cavan oğlanam, gəlmişəm. İçimdə iki motivasiya da var. Mən Ağa Laçınlı kimi təmiz bir müəllim də ola bilərəm, amma görürəm o yaxşı yaşamır, dərman pulu ala bilmir özünə. Ancaq onun böyründə X bir müəllim var ki, yaxşı pul alır, bahalı maşını var. Heç o xəstələnmir də. Yəni bəzən Tanrı da onların tərəfində olur. Amma məsələn Quran deyir ki, o Qarun obrazıdır. Qarun obrazıdır və axırda batacaq. Ki, o Ona görə batacaq. biraz İndi o hər insan Quranın o hikmətini gözləmək səbrini nümayiş elətdirmir də. Adamlar deyir ömür keçicidir. Hamı da Allaha cənnətə, cəhənnəmə inanmır. Yaşamaq istəyir insanlar. Ona görə də bəzi şeylər var ki, Quranda ümumiyyətlə, yəni təkcə Quranda deyil, ümumiyyətlə bu dini mətnlərdə də insanların müəyyən mənada imtahana gəldiyi, imtahan mühiti olduğu üçün, əlbəttə ki, siz dediyiniz kimi imtahan olduğu üçün %100 sən xeyir, %100 sən şər olacaqsan deyil, xeyir əməllərə, şər əməllərə daha doğrusu onları hədəfləməyi, bunları çox görməyi və bunlar uğrunda yarışmağı belə deyə təşviq eləyir. Yəni şər əməllərdən də uzaq durmağı təşviq eləyir. Məsəl üçün bunlardan ən əhəmiyyətlisi nədir? Mən üzr istəyirəm. Din əslində dolayı yolla bizim dediyimizi təsdiqləyir. Eynən, yəni xeyri təşviq eləmək o deməkdir ki, bu potensial şər də ola bilər. Bəli. Ona görə yəni siz bu mənada sadəcə biz ədəbiyyatla, yəni dini mətnlərin fərqi odur ki, ədəbiyyat əgər bizim sizin yəni postmodern mənasında dediyiniz ədəbiyyat təsvirdirsə, ədəbiyyatın məqsədi yoxdur. Bəli, məqsədi yoxdur. İdarə eləmək məqsədi yoxdur. Amma Quranın məqsədi var. Din ədəbiyyat məncə daha səmimi. Amma məncə orada da məqsəd var, Şərif müəllim. Yazar özünü tirajlayır, öz dünya görümünü, öz tirajlayır, ancaq manipulyasiya eləmək istəmir. Dinin altında manipulyasiya var idi. Manipulyasiya eləmir, amma o da soxulur insanın qəlbinə, necəsə var, ancaq din qədər deyil. Xüsusən ona görə məncə Avropa dini idarəçilikdən ayırdı. Gəlin mən nəticəni mən sizə deyim. İslam dini elmdə xeyir işlərdə bir-birinə yarışın deyim. Və bu xeyir işlərdən biri hansıdır? Xeyir işlərdən biri elm öyrənməkdir, düzdür? Bu xeyir işlərdə yarışa 11-ci əsrdə İslam dünyasının alimləri ən yüksək səviyyəyə gəlib çıxdılar. Bu gün o xeyir işlərdən uzaq düşüb deyə və elmlə məşğul olmur deyə, xeyir işləri tam ehkamçılıq üzərində qurub deyə bizim bildiyimiz İslam alimləri də, dırnaqarası İslam alimləri bu gün tamamilə başqa ehkamçılıq üzərində qurublar deyə hər şeyi. Yəni tamamilə geriyə düşmüşük. Yəni 11-ci əsr, 10-cu əsr, 12-ci əsr İslam alimləri ilə günümüz İslam alimlərinin görürsüz təfəkkürü də tamam başqa şeydir. Yəni intibah nəyə görə intibah? Elə o Nizamin dövrünün. Demək ki, o dövrki xeyir anlayışı ilə bu dövrki xeyir anlayışı tamamilə fərqlidir və onlar bir-birindən doğrudan da yarışırdılar, xeyirdə yarışırdılar. İndi siz gördünüz o belə deyək də insanların din həyatına girməklə o mənam günümüzdə dini anlayış yox, o dövrdəki dini anlayışın həyata girməklə cəmiyyətə nə qədər müsbət təsir göstərdi. Alternativ də yox idi də. Yəni alternativ yox idi. Yəni niyə yox idi ki? Alternativ əslində modernist düşüncə yox idi. Yunan belə deyək təfəkkürü tərzindən məzdəkilik var, manixeizm var. Bəli, onlar hamısı alternativdir. Antik dövrdə demokratiya var idi. Nizami Yunan mənbələri ilə tanış idi. Platonla Aristotelin dialoqlarını yazacaq qədər müqtədir sənətkar idi. Özdə bilirsiniz ki, Yunan məxəzləri ərəb dilinə çevrilmişdi. Onlar orijinal itirdilər. Sonra çoxunu ərəblərdən geri tərcümə elədilər. Nizami onlarla tanış idi, ancaq heç vaxt xalqın hakimiyyətindən bəhs eləmirdi. Çünki o heç onun ağlına gəlməzdi ki, belə bir cəmiyyət qurula bilər. O yalnız ədaləti, xeyrin hakimiyyətə gəlməyinin tərəfdarı idi və düşünürdü ki, böyük şairin, böyük yazıçının başlıca məqsədi hökmdara öz ideyaları ilə təsir eləyib onu ədalətli, xeyrə çevirmək. Xosrov və Şirin də bu mövzudan bəhs eləyir. Ən yaşı elə İskəndərnamənin yəni əzazil bir padşah olub Xosrov, Şirinin eşqi, sevgisi əslində burada Dostoyevskiyə gəlir. Fərhadı öldürdürür. Öldürür da. O sevgi, eşq, Şirinin eşqi onu tərbiyələndirib ədalətli bir padşaha çevirir. Yəni onu uşaqlar da nağıl kimi oxuya bilər. Ancaq həm də uşaq ədəbiyyatı deyil. Çünki o Kərpiçəsən kişinin özündə orada karma fəlsəfəsi var, sizin gözəl bildiyiniz bir şey. Nizami özü təsəvvüfdən gəlirdi, şeyx idi. Əlbəttə ki, bu mənada intellektual mətnlər o cürdür. Don Kixotu uşaqlar da oxuya bilər. Amma həm də çox dərin göndərmələr var orada. Həmin dövrdə yaranan çoxsaylı cəngavər romanlarına ironiya var. Onlarla intertekstualdır. Ancaq bir uşaq, bir cavan, yeni yetim onu bilmədən də oxuya bilər.
Aşıq Ələsgərin şeirləri də o cürdür. Qurana, irfan kontekstlərinə göndərmələr var. Ancaq onu bilmədən də Füzuli deyir. Zahirən zahirpərəstlər də zahiri gözəlliklə oxuya bilər. Əslində xeyir və şər anlayışının orada anlaşılmasıdır ən böyük məsələ. Bunu sən xeyir və şəri tutaq ki, bayaq dediyimiz kimi fəlsəfədə də bəlkə təfəkkür eləyə bilərsən, digər dinlərdə də təfəkkür eləyə bilərsən, İslamda da təfəkkür eləyə bilərsən. Xeyir və şəri dərk eləmədən sən dünyəvi məsələlərə şey eləsən, bax, Afrikanın ucqar bir cəngəlliyində böyümüş, heç bir kitab görməyən, film görməyən, nağıl belə eşitməyən bir adamı gətir, amma şuuru normal olsun da, normal insan olsun. Gətir ona, bax, şərq pristçalarını danış. Denən ki, hansı daha gözəldir? O xeyri seçəcək, deyəcək bu gözəldir. Deməli, insanın doğrudan da təbiət fitrətində, Fabrika ayarlarını oturur. bəli, fabrika ayarlarında xeyir, nüvə xeyirdir. Yəni, burada da biz gəlib Tanrının dediyinə çıxırıq. Yəni, insanın fitrəti daha çox xeyirdir. Xeyirdən ibarətdir. Yəni, niyə bir Yapon kinosu... Bizdən bir ayə yadıma düşdü. Quranda deyilir ki, biz insanın köksündə iki ürək yaratmadıq. Bəli, bəli. O birdir, o da xeyrə məxsus. Bəli, bəli. Allaha məxsus. Yəni, məsələn, bir Yapon filminə ucqar bir, tutaq ki, Kəlbəcərin ucqar bir kəndində bir adam baxıb niyə kövrəlir? Niyə təsirlənirsən, məsələn, Yapon hekayələrinə? O, dünyanın harası, fərqli mədəniyyət, zen, buddizm, sən heç alayarımçılıq şiyəsən, sən heç müsəlman da deyilsən. Kənddə öz qoyunuvu saxlayırsan, Laçının ucqar kəndində heç Azərbaycanca gücün danışırsan, məktəbə gedinməmisən. Amma filmi ona göstərməsən, Narayama əfsanəsi o kövrələcək. Niyə? Çünki bunun fakturasında, fitrətində Tanrı var. Və onu da yaradan eyni Tanrıdır. Orada bunlar ruhən qohumdular. Və ədəbiyyat da ona görə bəşər ola bilir. Bu mənim düşüncəmdir. Amma məsələn, ateistlər var ki, Sartre kimi çox böyük şəxsiyyətlər tanrıçılığı inkar eləyirlər. Ancaq bunlarda biraz, birisi Sartre Tanrını inkar eləyir, amma ömür boyu xeyrə qulluq eləyir. Öz həyatı ilə də yəni. Nobeldən prinsiplərinə görə imtina eləyir. Yəni, xeyrin unikal bir nümunəsidir ki, mən satılmaram. Yəni, düşünür ki, demirəm Nobel alan satqındır. Cizgiləri pozur. Amma xeyrə qulluq eləyir. Və yaxud da Axundov haqqında məşhur söz var idi, demişdilər. Onun ən yaxın dostu bilirsiniz də, Əli bəy Hüseynzadənin babası məşhur ruhani olub. Ən yaxın dostu, yəni saatlarla oturub söhbət eləyirmişlər. Bir ateistlə, belə bir ruhani saatlarla nə danışır? Və məşhur bir söz onun haqqında ki, onun o polkovnik çinlərinin altında əsl insan ürəyi çırpınırdı. Onlarda biraz da Axundovda, o çox vicdanlı adam olub. O qədər ləyaqətli adam olub yəni. Onların biraz da dini danması, ateist yol tutması prinsipial maraqlardandır. Bəlkə də o şəxsi söhbətlərdə ilə Tanrıdan danışırmış. Ancaq o bilirdi ki, məsələn, o şərq bataqlığından, siz dediyiniz o fatalizmdən xilas olmaq üçün ilk baxışdan bu prinsiplərlə çıxış eləməlisən. Yəni, sən də Allaha təvəkkül dedinsə işlər əngəldir. Ateizmin belə bir məsələ var ki, məsələn, bir qonşum var idi, bir gecə saqqal saxladı, imamların adını əzbərlədi, səhər gördüm əlində təsbih dindən danışır. Yəni, başqa bir elmdə bu lüks yoxdur ki, bir gecənin içində münəccim olasan. Ən sadə elmdə də bu mümkün deyil, ancaq dində gəlib danışır, oradan-buradan oxuyur, özdə çoxu da zərərli kitablar idi, İranda, Turanda yazılmış. İnsan təbiətidir. Yəni, mən savadsız ateist görməmişəm. Ateizm biraz prinsiplər işidir. Amma məsəl üçün bu maarifçilik dövrdə düşünürdü ki, insanları savadlı eləyəcəklər, şər qovulacaq, xeyir cəmiyyətdə artacaq. Amma nəticədə biz faşizmi süqut elədi ki, elə bir dünyaya modernizmin süqutu harda başladı? Yəni o dində olan riyakarlıq nə qədərdirsə, elə maarifçilikdə olan riyakarlıq da azdır. Burada unikal bir mövzuya gəldiniz müəllim. Modernizmin texnikası şərin əlinə keçdi, Hitlerin. O boyda aviasiya. Təsəvvür edin 30-cu illərdə aviasiya ilə heç müqayisə olunmaz. Dəhşətli bir imkanlar idi. Ancaq şərin əlinə keçdi və nə törətdi? 50 milyondan çox insanın ölümü. Einsteynin üzr məktubu var məsəl üçün, düzdürmü? Daha sonra Borunzadın belə o atom bombasının istifadə edilməsindən demək ki, o da xilas eləmir. Bu mənada xeyir və şər. Mən bundan əvvəl ona görə xeyir və şər yoxdur axı. Predmeti deyil. Ona görə yəni elm istifadə olunan elm də deyir ki, zərər verən elmdən sənə sığınıram. Ona görə də bu elmdə şey olmalı. Çörək də kəsə bilərsən, adam da vura bilərsən. Mən təşəkkür eləmək istəyirəm sizə. Təşəkkür zamanımız sona çatdı. Amma mövzu çox böyükdür, dərindir təbii ki. Əgər bir-iki nöqtəsinə toxuna bildiksə, düşünürəm ki, bir uğura nail olduq. Sağ olun əzizləyicilər. Gələn görüşlərə qədər.